Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlərim. Necəsiz? Hər birinizi salamlayıram. Müəllimlər, bugün mən sizlərə Müqə giriş kitabından üçbucaqlar mövzusundan 30-dan 40-a qədər olan sualların izahını çəkirəm. Araşdırma sualları kimi vermişdim. Bunları ki, özünüz sərbəst araşdırasınız. Ona görə də bunların izahını verəcəm indi. Tərəfləri 4, 6, 8 olan üçbucağın böyük tərəfinə çəkilmiş medianın uzunluğunu soruşur bizdən. Böyük tərəfi hansıdır? 8 tərəfi. Yəni 8 tərəfinə çəkilmiş medianın uzunluğunu tap deyir. Medianın düsturu necə idi? M bərabərdir. Deməli, 2-də 1, 2A-nın kvadratı, yəni 2 vurulsun 4-ün kvadratı. Qoyun görüm, hardan yazmaq olar bunu? Elə buradan belə böyüdək yazaq. M, biraz bunu kiçildək. Aha, bərabərdir. 2-də 1, kökün altında 2A-nın kvadratı, yəni 2 vuraq 4-ün kvadratı, üzərinə gərək 2 vuraq 6-nın kvadratı çıxılsın 8-in kvadratı, yəni 64. Sadə hesablamadır. Ümumi hesablayacaqsınız, alacaqsınız bunu kökün altında 10, cavab olacaq A variantı. Tərəfi 16, daha doğrusu 12 kökdə 3 olan bərabər tərəfli üçbucağın medianı hansı uzunluqda olar? Bir dənə bərabər tərəfli üçbucaq çəkək. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda median, tən bölən, hündürlük bir-birinə bərabərdir. Tərəfi 12 kök altda 3 olan medianı deyir, hansı uzunluqda olar? Buradan hündürlük dedik, median tən bölən hündürlük bir-birinə bərabər. Bunu hündürlük qəbul eləsək əgər, bərabər tərəfli üçbucaq olduğu üçün bu bucaq olacaq 60 dərəcə. Bura 90-dırsa bu hissəyə qalacaq 30 dərəcə. Və 90, 60 və 30 qaydasını biz bilirik, elə deyilmi? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni 6 kök altda 3 olacaq. Yəni bir tərəfi 6 kök altda 3-dür, bir tərəfi 12 kök altda 3-dür. Məndən medianı soruşur. Median isə digər katetdir. Yəni 30 dərəcəli bucaq qarşısındakı katetin, yəni bu katet, düzbucaqlı üçbucaqda bu katet 30, 60, 90 qaydasında, deməli, bu digər katet, yəni 60 dərəcənin qarşısındakı katet 30 dərəcənin qarşısındakı katetin kök altda 3 mislinə bərabərdir. Vuracam eləyəcək 18. Bu da A variantı oldu. Keçək növbəti suala. Bunlar hamısı düsturlardır. Düsturları nə etmək lazımdır? Əzbər bilmək lazımdır. İki tərəfi 8 və 10 olan, üçüncü tərəfə çəkilmiş medianın uzunluğu, kök altda 46 olan üçbucağın perimetrini tapın. Gəlin çəkək. Qoyum deyə. Bu səfər medianı verib və tərəfin ikisini verib birini soruşur da, elə bil ki, müəllimlər. Kökün medianın kvadratı, yəni median bərabərdir, yəni kökün altında 46 bərabərdir. 2-də 1, kökün altında bir tərəfə çəkilmiş, yəni 2 vurulsun 8-in kvadratı, üzərinə gəlsin. 2 vurulsun 10-un kvadratı, çıxılsın. Hansı tərəfə çəkilib? Yəni 3-cü tərəfi tapmalıyıq ki, biz onu da x-in kvadratı kimi qəbul eləsək. Biz buradan nə etmək lazımdır? X-i tapmaq lazımdır. Hər tərəfin kvadratı yüksətsək, 46 bərabərdir, 4-də 1 vurulsun. Deməli, bunu hesablasaq, bir dənə kalkulyatla hesablayayım, gəlirəm. 328 çıxılsın 4-də 1 A-nın kvadratı. 4-də 1 bu adı hesablamadır. Özünüz hesablasaz daha yaxşı olar. 144. A-mız da bərabərdir 12. A-nı 12 tapdıq müəllimlər. Perimetri soruşur. Bir tərəf 8-dir, bir tərəf 10-dur, bir tərəf 12-dir. Cavab eləyəcək 30 D variantı. Sonra növbəti sual. Qoyum denə düzəlsin. Düzbucaqlı üçbucağın deməli, katetləri 15 və 8 olarsa, düzbucaq təpəsindən çəkilmiş medianın uzunluğunu tapın. Düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Yəni düsturumuzdur, bu da qaydadır. M bərabərdir, S bölünsün 2. M burada mediandır, S isə onun hipotenuzudur. Deməli, əgər düzbucaqlı üçbucaqdırsa, bir kateti 8-dirsə, bir kateti 15-dirsə, onda hipotenuzumuz olacaq 17. 8, 15, 17 Pifaqor ədədlərdir. Və yaxud da 8-in kvadratının üzərinə 15-in kvadratı gələcəksiniz, cavab yenə 17-nin kvadratı eləyəcək. 17-ni böləcəksiniz yarıya, çünki düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Cavab eləyəcək 8,5. 8,5 yəni D variantı. Keçək növbəti suala.
ABC də o ağırlıq mərkəzidir. O ağırlıq mərkəzidirsə, üçbucaqda, deməli onlar medianların kəsişmə nöqtəsidir. Medianlar da kəsişəndə 2-nin 1-ə nisbətində bölünür. Birinci bu düsturu burada yazaq. 2MO. Çünki orada şəkil var. Həmin şəkildən neyini, B10-u, SY-ni falan tapa bilərik. SY bölünsün AO çıxılsın CO. Və nisbətləri də müəllimlər yazaq bura. AO-nun OE-nə nisbəti, onun da OY-yə nisbəti bərabərdir onun 3-ə və 4-ə nisbətinə. Mən qələmimi seçim. Mənim qələmim bu idi. 35-ci sualın davamına baxaq. Deməli, medianlar kəsişir və kəsişdiyi nöqtədə 2-nin 1-ə, yəni bura 2K-dırsa, bura olacaq K. Bura 2M-dirsə, bura olacaq N. Bura 2MK, burada 2X-dırsa, bura olacaq X. Yəni bu şəkildə nə edə bilərəm, yaza bilərəm. İndi mənə deyir ki, bir dəqiqə bura baxaq. AO 10-dur. AO nədir? 2K-dır. 2K 10-a bərabərdirsə, K-mı buradan rahatçılıqla 2K-nı 10 qəbul edirəm. Çünki 10-da axı deyir mənimlər. Onda K-mız olacaq 5. K-mız 5-dirsə, gətirib burada yerinə qoyaram. Bura 10-dur, bu hissə olacaq 5. Onun 5-ə nisbətində. Sonra bu nədir? 3-dür də bu, hə? Qoy bir də baxım görüm o nə idi? Elə qəşəng səliqəli yazmışam ki, baxanda da görmürəm. 3-dür, hə? 3 nədir? ON-dir. ON əgər 3-dürsə, bax buradan bura 3-dürsə, onda bu hissə, gəlin bu şəkili silək. K-ları malları nə edirik biz? Bura 10-dursa, bura olacaq 5. Bura 3-dürsə, bunun 2 qatı olacaq 6. Sonra K-larla da təbii ki. Bu 4-dürsə, deməli, hansıdır 4? OY. OY hansıdır? Balaca olan. Bura 4-dürsə, bu hissə olacaq 8. Yəni K. Gətirib yerinə qoyub yazırsınız. 2 dənə MO. MO-ya nə dedik? Baxın, burada 5 dedik. Yəni 2 vurulsa, heç nə deyil də. Yəni sadə hesablamadır. 2 vurulsun 5K. Üzərinə gəlinsin 3 vurulsun BO. BO 6-dır. 3-ü də 6-ya vuranda eləyir 18K. Üzərinə gəlinsin SY. SY nədir müəllimlər? 4K. Yəni belə. Baxın görüm. SY 4K deyil. Ümumilikdə SY buradan buradır. O da 12K-dır. Adi yerinə qoyub hesablayırsınız. Aşağıda da 10K-dan çıxıram 8K-nı. Yuxarı eləyir 40K. Aşağı eləyir 2K. Böləndə bir-birinə cavab eləyir 20C variantı. Keçək növbəti suala. Tərəfləri 4, 6 və 8 olan üçbucağın medianlarının kvadratları cəmini tapın. 40 olmaz. 36-cı sual. Üçbucaqdır. Tərəfi 4-dür, 6-dır və 8-dir. Medianların kvadratları cəmini soruşur. Düsturumuz var. Yazdırmışdım qayda izahını sizə. MA-nın kvadratı, MB-nin kvadratı, üzərinə gərək MC-nin kvadratı bərabərdir 4-də 3. A kvadrat üzərinə gərək B kvadrat, üzərinə gərək C-nin kvadratı. O da bərabərdir 4-də 3 vurulsun 4-ün kvadratı. Üzərinə gərək 6-nın kvadratı, tərəf 6-dır. Üzərinə gərək 8-in kvadratı. Bərabərdir. Məndən bunu soruşur da. Bərabərdir 4-də 3 vurulsun 116. 7, 87 cavab olacaq A variantı. ABC üçbucağında AN və BN medianları perpendikulardır. BO-nun 6 olduğunu deyir. Yəni bu hissə 6-dır deyir. OM-in 5 olduğunu deyir. Bu hissə 5-dir deyir. Üçbucağın sahəsini soruşur bizdən. Mediandırsa tərəfi yarı bölür. Mediandırsa tərəfi yarı bölür. Belə. Üçüncü üçbucağı da çəksək. Biz bilirik ki, medianlar bir nöqtədə kəsişirlər və kəsişdikləri nöqtədə 2-nin 1 nisbətində nə edirlər? Bölünürlər. Belə bir qayda demişdim də. Medianların kəsişirlər bunlar bir nöqtədə və sahələri bərabər olan 6 dənə üçbucağa ayırır bunlar. İndi burada düzbucaqlı olmağının
Perpendikulyar olmağının bir şeyi bizə xeyirdir ki, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sayısı da S bərabərdir. Yəni buradakı üçbucağın sayısını tapsaq S bərabərdir. Deməli 2-də 1 katetlərin hasilinin yarısı 6 vuraq 5-in yarısı eləyəcək 15. Dedik ki, ümumi üçbucaq 6 dənə 15'lik üçbucağa ayırıb. Yəni burada 15'dir, burada 15'dir, burada 15'dir, burada. 6-nı da 15'ə vuracağıq. İnşallah ki, vuraq görək. 30, 90. Deməli, cavab olacaq C variantı. Katetləri 6, 8 olan düzbucaqlı üçbucağın hipotenuza çəkilmiş medianı ilə hipotenuzun cəmini tapın. Baxın, katetləri düzbucaqlı üçbucaq çəkirəm. Katetləri 6, 8 isə hipotenuz olacaq 10. 6-nın kvadratı üzərinə gələk 8-in kvadratı bərabərdir 10-un kvadratı. Median isə bərabərdir hipotenuzun yarısına. Yəni 10 bölünsün 2, o da bərabərdir 5. Məndən bu 5 ilə bu onun cəmini soruşur, cavab eləyəcək 15. Bunlar sizin araşdırma suallarınız idi. Yəqin ki, yazmısınız hamınız. Katetləri 10, 12 olan düzbucaqlı üçbucağın kiçik tərəfinə çəkilmiş medianın uzunluğunu soruşur. Katetləri 10-dursa, 12-dirsə, hipotenuzumuz olacaq deməli 144. Gəlin hələ hipotenuzu tapmayaq. Qoyun da şəkili çəkək. Bura 10'dur. Bu isə 12'dir. Mənə deyir ki, kiçik tərəfinə, düzbucaqlı üçbucağın kiçik tərəfi bax bu hissədir. Kiçik tərəfinə çəkilmiş medianın nəyini soruşur? Uzunluğunu soruşur. Əgər mediansa tərəfi yarı-yarı bölür. Yəni bura olacaq 5, bu hissədə olacaq 5. Bura 5-dirsə, bax bu üçbucaqdan. Bura 12-dirsə, bura olacaq 13. Hardan bildim? 5-in kvadratı üzərinə gəlinsin. Deməli, 12'nin kvadratı bərabərdir 13'ün kvadratına. Cavab elə olacaq 13, yəni C variantı. Medianın uzunluğu 4/3 olan bərabər tərəfli üçbucağın perimetrini soruşur. Müəllimlər, bərabər tərəfli üçbucaqda median hündürlük tənbölən bir-birinə bərabərdir. Həm də şəkili çəkeyim. Aha, burada elə ki, bu mediandır. Mediansa həm də hündürlükdür. Hündürlük 4/3'ə bərabərdirsə, bərabər tərəflisə bura 60 dərəcədir. Bu isə 30 dərəcədir. Müəllimlər, 60 dərəcəli bucaq qarşısındakı katet 4/3'ə bərabərdirsə, onda 30 dərəcəli bucaq qarşısındakı katet 4'ə bərabərdir. 30 dərəcəli bucaq qarşısındakı katet buradakı hipotenuzun yarısına bərabərdir. 4 nəyin yarısıdır? 8'in yarısıdır. Deməli, bir tərəf olacaq 8. Baxın, əzizlər, bu bərabər tərəfli üçbucaqdır. Onda burada olacaq 8, burada olacaq ümumiyyətlə 8. Məndən bunun perimetrini soruşur. Perimetrimiz 3 aya bərabərdir. Cavab olacaq 24. Bu qədər əzizlərim. Kanalıma abunə olmağı, videolarımızı bəyənməyi unutmayın.